Nurun 8 yaşı var, itləri, pişikləri və dovşanları çox sevir. Stitch ən çox baxdığı və sevdiyi cizgi filmdir, rəsm çəkmək sevimli məşğuliyyətidir. Amma böyüyəndə cərrah olmaq istəyir, niyəsə. Niyə? Çünki insanları sağaltmaq istəyirəm. Hə, sağaltmaq istəyir. Həkimlərdən çox uşaqlar qorxurlar, həm də cərrahlıq biraz... Mən şəxsən qorxuram. Səni qorxutmur mu peşə? Yox. Uğurlar sənə onda, Nur. Çox. Məhəmmədəli haqqında məlumat verək. Onun 10 yaşı var. Pişikləri çox sevir. Rafadan Tayfa cizgi filminə baxmağı sevir. Düz dedim. Rafadan Tayfa deyil. Amma film olaraq şeyə baxıram. Nəyə? Transformers filmi. Hə, Transformers film kimi o daha çox xoşuna gəlir. Böyüyəndə isə o da həkim olmaq istəyir, amma ürək həkimi olmaq istəyir. Niyə ürək həkimi? Nə bilim, geçək pul var. Nə? Geçək pul var. Qəşəng pul var. Hə, Məhəmməd Əli, sənə uğurlar arzuluyuruq. Qəşəng pullar qazanmağını arzuluyuruq. Bu elə ürək həkimi olsun, verişdən sonra mənə lazım olacaq. Belə getsə, uduzuruq. Hira haqqında məlumat verim. Hira'nın 8 yaşı var. İtlər və pişiklər sevdiyi ev heyvanlarıdır. Evdə saxlayırsınız, siz bacısınız da deyəsən, hə? Hə. Evdə saxlayırsınız it pişik? Həyətimizdə var. Həyətdə var, əla. O da Stitchə baxmağı sevir. Rəsm çəkməyi sevir. Böyüyəndə o isə plastik cərrah olmaq istəyir. Niyə plastik cərrah? Bax, bacı cərrah olmaq istəyir. İnsanları sağaltmaq üçün. Sən isə gözəlləşdirmək istəyirsən deyəsən. Bəli. Kimə baxdınız belə həvəsləndiniz? Kimsə var elə bir adam ətrafınızda, həkim, cərrah, plastik cərrah? Yoxsa ana deyib sənə ki, plastik cərrah ol, gələcəkdə mənə lazım olacaq. Deyib? Deyib. Ana yönləndirib ki, indidən özü üçün plastik cərrah böyütsün evdə. Uşaqlar, hər birinizə uğurlar.